Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə, versinlər. Orada ikinci erməni dövləti yaratsınlar. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Fransa senatı qətnamə qəbul edir ki, Dağlı Qarabağ tanınsın. Sizin belə onlardan xoşunuz gəlirsə, mən demişdim müharibə dövründə, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradır. Amma bizim işimizə heç kim qarışa bilməz.